simptomlar sənin də maşınında görünürsə, ciddi problem var deməkdir. Maşındakı anormallıqlar təsadüfi olmur, mühərrikin hansısa detalından xəbər verir. Ən çox rast gəlinənlər bunlardır. 1. Motordakı taqqıltı səsi. Bu səsi motor qızmamış halda eşidirsinizsə və motor qızandan sonra səs kəsilirsə, ən çox rast gəlinən səbəb kimi Porsche-nin və silindr arasındakı boşluqdur. Mühərrik qızanda metal genişlənir və səs azalır. 2. Soyuq işə salanda şırıltı səsi. Motor ilk işə düşəndə qısa müddətli şırıltı və ya zəncir səsi gəlirsə, bunun səbəbi çox vaxt yağ təzyiqinin gec formalaşması olur. Bəzi modellərdə isə zamanlama sistemi, gərginləşdirici və CVVT, VVT, bəzi markalarda Vanos buna səbəb ola bilər. 3. Dayanmayan çaqqıltı səsi. Əgər mühərrik qızsa da taqqıltı və ya döyüntü davam edirsə, problem artıq ciddi ola bilər. Ən çox rast gəlinən səbəblər: şatum, krank milib, yağ təzyiqinin aşağı olması. Belə halda maşını sürməyə davam etmək motorun tam sıradan çıxmasına səbəb ola bilər. 4. Su azalır, lakin axıntı yoxdur. Əgər motorda su daim azalır, amma heç bir yerdən axıntı görünmür, həmçinin egzozdan qalın ağ tüstü çıxırsa, ən çox ehtimal olunan səbəb silindr başlığında problem olmasıdır. 5. Dizel motorlarda qara tüstü. Qara tüstü mühərrikə lazım olduğundan artıq yanacaq daxil olduğunu göstərir. Ən çox rast gəlinən səbəblər: ECR sistemi, turbo, hava filtri, injektorlar, hava ölçən sensor. 6. Benzin motorlarda göy tüstü. Göy tüstü o deməkdir ki, mühərrik yağ yandırır. Səbəbi bunlar ola bilər: Porsche halqalarının aşınması, klapan keçələrinin sıradan çıxması, turbonun yağ keçirməsi. Belə halda həm yağ sərfiyyatı artır, həm də mühərrikin resursu azalır. Maşınınızda bu simptomlardan biri varsa, problemi böyümədən diaqnostika etdirin. Dəqiq səbəbi yalnız peşəkar yoxlama ilə müəyyən etmək mümkündür. Servisimizə yolunuzu gözləyirik. Bu simptomlar sənin də maşınında görünürsə, ciddi problem var deməkdir. Maşındakı anormallıqlar təsadüfi olmur, mühərrikin hansısa detalından xəbər verir. Ən çox rast gəlinənlər bunlardır. 1. Motordakı taqqıltı səsi. Bu səsi motor qızmamış halda eşidirsinizsə və motor qızandan sonra səs kəsilirsə, ən çox rast gəlinən səbəb kimi Porsche-nin və silindr arasındakı boşluqdur. Mühərrik qızanda metal genişlənir və səs azalır. 2. Soyuq işə salanda şırıltı səsi. Motor ilk işə düşəndə qısa müddətli şırıltı və ya zəncir səsi gəlirsə, bunun səbəbi çox vaxt yağ təzyiqinin gec formalaşması olur. Bəzi modellərdə isə zamanlama sistemi, gərginləşdirici və CVVT, VVT, bəzi markalarda Vanos buna səbəb ola bilər. 3. Dayanmayan çaqqıltı səsi. Əgər mühərrik qızsa da taqqıltı və ya döyüntü davam edirsə, problem artıq ciddi ola bilər. Ən çox rast gəlinən səbəblər: şatum, krank milib, yağ təzyiqinin aşağı olması. Belə halda maşını sürməyə davam etmək motorun tam sıradan çıxmasına səbəb ola bilər. 4. Su azalır, lakin axıntı yoxdur. Əgər motorda su daim azalır, amma heç bir yerdən axıntı görünmür, həmçinin egzozdan qalın ağ tüstü çıxırsa, ən çox ehtimal olunan səbəb silindr başlığında problem olmasıdır. 5. Dizel motorlarda qara tüstü. Qara tüstü mühərrikə lazım olduğundan artıq yanacaq daxil olduğunu göstərir. Ən çox rast gəlinən səbəblər: ECR sistemi, turbo, hava filtri, injektorlar, hava ölçən sensor. 6. Benzin motorlarda göy tüstü. Göy tüstü